Pasiyentimizin 7 yaşı var ve göründüğü kimi burun ciddi şekilde eğridir eksternal olarak. Aynı zamanda burun ucunda düşme var. Burun ucu sabitliği bozulub. Burnun demək olar ki, sol tərəfi tamamilə qapalıdır. Belə halda təbii ki, burun tənəffüsü ciddi şəkildə pozulur, üst skeleti pozulur, dişlərinin quruluşu dəyişib, dişləm pozulur və s. Hər dəfə bu məsələyə toxunduğumuz kimi, uşaqlarda pediatrik septoplastika qaydalarına riayət olunaraq bu əməliyyatı inşallah edəcəyik və bilirsiniz ki, dünyada artıq qəbul edilib ki, 6 yaşından sonra pediatrik septoplastika qaydalarına riayət edərək böyümə nöqtələri qorunmaqla bu əməliyyat oluna bilər. Biz də o qaydalara riayət edərək bizim təklif elədiyimiz metodika ilə burnun hələ bir qədər düzəlməsinə də nail olacaq inşallah ki, onun da rinoplastika yox, estetik septoplastika adlandırırıq. Çünki estetik olaraq görünüşdə düzəlmiş olur septoplastika eləyərkən, həmçinin burnun stabilliyi də qorunur, burun ucu düşməsində qarşısı alınır və burun tənəffüsü də bərpa olunur. Əməliyyat artıq bitdi. Göründüyü kimi burun orta xəttə gəldi, qapalı üsulla elədik, açmağa ehtiyac yoxdur və burun dəlikləri simmetrik vəziyyətə gəldi. Burun artıq, burun ucu düşmür, dəstəkləndi. Təbii ki, içəridə böyümə nöqtələrini də qoruduq. Beləliklə, burun yolları açıldı, burun tənəffüsü bərpa oldu. Estetik olaraq da müəyyən qədər düzəlmə oldu. Ehtimal olunan düşmələrin, çökmələrin, fəsadlaşmaların əksinə olaraq daha düzgün bir şəkil olundu və burun tənəffüsü də bərpa oldu. Ona görə də biz deyirik ki, 6 yaşdan sonra bu əməliyyat eləmək olar və buna rinoplastika yox, estetik septoplastika deyilir.